Axı xanım Səkinəyə də maraqlı gəlir, hə? 3 yaşında ola bu qaranlıq çöldə, özü də başsız bədən, yenə də baş bədəndə ola, uşaq öz atasını tanıyar. Başsız bədəni hardan tapıb ki, necə tapıb ki? Ona görə Səkinə soruşdu, dedi Rüqayyə, mənim bacımsın, atamızı necə tapdı? Sən atamızı hardan bildin oradadır? Həmdi Rüqayyə da şirin dili ilə gör necə deyir, uşaq sədaqətinə var, uşaq doğru danışan. Dedi, bacı, heç, belə çıxdım xeymədən, 3 dəfə çağırdım. 3 dəfə çağırdım. Nə çağırdım, bacı? 3 dəfə çağırdım, babacan, 3 dəfə dedim, ya abata, ya abata. Ey atacan, Hüseyin, səni istəyirəm, 3 dəfə çağırdım. Gördüm ki, o çuxur yerdən səs gəlir. Gördüm o çuxur yerdən səs gəlir, bu ne yer, ilək. Ey balaca balam, ey nazlı balam, gəl burada.